Bakı Apellyasiya Məhkəməsində xanım TikToker döyməkdə təqsirləndirilən kickboksçu Tulin Ələkbərovanın barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Qanunlaca işi üzrə zərər çəkmiş olan Kəmalə Səfərlinin verdiyi məlumata görə hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. Hadisə Burju Baku restoranında baş verib. Belə ki, Tulin Sevda adlı tanışı və 2 oğlanla restorana istirahət etməyə gəliblər. Tulin spirtli içki qəbul etdikdən sonra halı pisləşib. Tulin Sevda ilə birlikdə sanitar qovşağa gediblər. Tulin içəri daxil olanda Sevda qapıda dayanaraq heç kimin içəri girməsinə icazə verməyib. Bu zaman sanitar qovşağa gələn zərər çəkmiş Kəmalə Səfərli adlı xanım içəri daxil olmaq istəyib. Lakin Sevda ona icazə vermədiyi üçün Kəmalə ilə aralarında mübahisə baş verib. Səsküyə qapını açan Tulin Kəmaləyə yumruq və təpik zərbələri endirib. Təqsirləndirilən Tulin deyib ki, hadisə zamanı sərxoş olub və Kəmalənin Sevdanı yerə yıxdığını gördüyü üçün ona bir yumruq zərbəsi vurub. Kəmalə isə ifadəsində deyib ki, hadisə vaxtı Sevda ondan sanitar qovşağa getməməsini istəyib. Kəmalə bildirib ki, bir neçə dəqiqə gözləsə də, sonra vəziyyəti pis olduğu üçün sanitar qovşağa keçmək üçün Sevdanı itələyib. Tulin sanitar qovşaqdan çıxaraq ona yumruq zərbələri vurub. Yerə yıxılan zaman isə təpiklə ona zərbələr endirib. Zərər çəkmiş Kəmalə Tulindən 5000 manat pul tələb edib. Bildirib ki, aldığı xəsarətlərdən sonra da bir müddətdə işləmədiyi üçün ona maddi ziyan dəyib. Zərər çəkmiş şəxs Tulindən şikayətçi olduğunu deyib. Məhkəmə araşdırması zamanı məlum olub ki, hadisədən sonra Tulin həbs edilib. 2 gün həbsdə qaldıqdan sonra onun barəsində polis nəzarətinə verilmə qəti imkan tədbiri seçilib. Nərimanov rayon məhkəməsi Tulin Ələkbərovanı xuliqanlıqda təqsirli bilib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.